əgər vətən deyəndə bir vətəndaş ağlayırsa, bir vətənə aid bir şeir olanda, vətənə aid bir mahnı oxunanda vətəndaş ağlayırsa, demək vətənimizin vəziyyəti olduqca ağırdır, vətənimizin vəziyyəti olduqca çətindir. Çünki vətən deyəndə əslində insanların gözündə gülüş, üzündə təbəssüm, içində bir fərəh olmalıdır. Amma təəssüf ki, vətənimiz o qədər problemlər içərisindədir ki, vətənə aid hər hansı bir şeir, hər hansı bir mahnı, hər hansı bir söz insanların gözünü yaşardır, onların üzünə qayğı, onların üzünə kədər qondurur. İnşallah biz Ümid Partiyası olaraq mübarizəmizlə vətən adı çəkiləndə hər bir insanımızın səmimiyyətlə, hər bir insanımızın fərəhlə gülümsəyəcəyi dövrü gətirəcəyik və ona bütöv Azərbaycan fəlsəfəsi ilə, ona insanlarımızın hamısının regional, milli, etnik, o cümlədən dini mənsubiyyətinə görə yox, məhz Azərbaycana sevgisi necədir, Azərbaycana baxışı necədir, o pəncərədən baxıb da hər kəsi Azərbaycan naminə bir sırada dayanmağa sövq edən bir siyasət gerçəkləşdirəcəyik ki, Azərbaycanın hər qarşı vətəndir, o təfəkkürdə Azərbaycanın hər bir insanı əzizdir, heç bir mənsubiyyət, bölücü mənsubiyyət onu digər Azərbaycan vətəndaşından üstün və yaxud da aşağı səviyyəyə qaldıra bilməz.